لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في şey. Və bilirsiniz, Ramazan girdiği zaman cənnətin qapıları açılar və bir daha bağlanmaz Ramazan bitənə qədər. Cəhənnəmin qapıları bağlanar, Ramazan bitənə qədər açılmaz və şeytanlar da zəncirlənər. Və o gündə Allahın hər gecə cəhənnəm odundan azad etdiyi qulları vardır, qulları. Allah bizi onlardan eləsin. Və bilirsiniz, hər gecə, hər gün bir mələk nida edər samadan, deyər ki, Yə bəğiyəl xeyr, əqbil, ey xeyr istəyən, xeyrə yönəl. Yə bəğiyəl şər, aqsir, ey şər istəyən, şərdən uzaq ol, çəkin. Və bunu hər gecə təkrarlayıb deyər. Bu hədis onu göstərir ki, Ramazanda insanlar müxtəlifdirlər. Xüsusilə Ramazanda. Onlardan kimisi itaətə meyillidir. Bu itaət mövsümü faydalı keçirir. Allah'a itaat edir. Ona vacib olan əməlləri və bu ayda müstəhəb olan əməllər çox edir. Xeyrə yönəlir. Həmçinin insanlar var ki, bu ayda görürsən ki, asiliyindən geri dönmüş. Asilikdən əl çəkmir. İçki içənlər kim? İcna edənlər, musiqiyə, əyləncilərə baxanlar, vaxtını səmərəsiz keçirənlər, yalan danışanlar, qeybət edənlər, nəmmamlıq edənlər, ticarətdə, tərəzidə alladıb atanlar və s. Və hətta bu Ramazanda belə insanlar müxtəlifdirlər. Amma bizə yaraşan xeyrə əldə etməkdir, xeyrə yönəlməkdir. Çünki biz bu ayda da xeyrə yönəlməsək, nə vaxt xeyrə yönələcəyik? İnsan bu ayda şərdən çəkinməsə, nə vaxt çəkinəcək? O asilikdən dönməsə, nə vaxt dönəcək? Ona görə mələk deyir ki, Yə bəğiyəl xeyr, aqbil, ey xeyr istəyən, xeyrə yönəl. Ey itaət əhli, xeyr istəyənlər, xeyrə yönəlin. İtaətləri artırın, ibadətləri artırın, Allah'a zikr edin və s. Yə bəğiyəl şər, ey şər istəyən, şərdən də geri çəkil. Şərdən uzaq ol. Asiliyi tərk elə. Bu ayda da onu tərk eləməsən, nə vaxt eləyəcəksən?